Hər vaxtınız xeyir olsun əziz dostlar, hörmətli izləyicilər. Xırdalan kəndində 4 sot torpaqda köhnə tikili, şəxsi tikili bir dənə ev təqdim edəcəm. Bu həyətidir burası. 2 maşınlıq belə bir həyəti var. Sağda bu gördüyünüz yer basen üçün nəzərdə tutulub. Burada da inşallah gələcəkdə bisetik olmalı idi. İndi kim alsa ardını eləyər. Köhnə tikili evdir, hörmətli izləyicilər. Görürsünüz, belə gülü, çiçəyi var. Yəni buranı saxlaya da bilərsiniz. İstəsəz hardasa 80 kvadrat metrə yaxın yerdir. Orada 1-2 mərtəbəli öz üçün evdə tikə bilərsiniz. Məhəlləsini də göstərdik. Belə bir geniş həyəti var. 4 sotdur. 4 sotda tikilibdir. Yəni ki, 1 sotda evdir. 2 sot bura həyət yəni sahəsidir və 1 sotda arxada bağı var. Keçək bağ hissəsini də göstərək. Qiyməti də əladır. Yəni bugünkü gün bazarla hesablayanda 165.000 manata deyilir. Elə paşişli torpağın qiymətinə satılır bu evimiz. Arkada da bu bağda da yəni meyvə ağaclarıdır. Gilası var, vişnəsi var, canım sədəsinin ənciri var. Vişnələri də gördünüz. Yəni almasına, alçasına kimi var. Hətta heyvə ağacı da var, narı da var. Keçək arxa hissədə belə bir boşluq var, onu da göstərək. Yəni ki, evi 4 bir tərəfdən fırlanmaq olur. Burada elə qonşunun hasarı ilə məsafə hardasa 5 metrə yaxındır, var görürsünüz. Arkada 1-2 metr yaxındır. Sağ tərəfdə də yəni ki, təmiz fırlanmaq oldu. Rovna 60 santim qoyulubdur. Arkada bir dənə əl damımız da var, onu da deyək. Köhnə tikili, şəxsi tikili ev istəyirsə cütdaşla tikili. Buyurun, gəlin bu evi alın. İcra hakimiyyətinə də yaxındır. 4 saylı məktəbin yaxınlığındadır bu evimiz. Sonra canım sizə desin, patoloku, belə deyək də, dam hissəsi 4 hissədən ibarətdir, üzr istəyirəm. Yəni 4 qat izolyasiyadır. Dikdir, alçıpandır, alçıpanın üstündən çornopoldur, plus torpaq da tökülüb. Keçək evin içinə, içi ilə də tanış olaq. Bura giriş hissəsidir. Girişdə solda belə bir böyük şkaf yığılmışdır. Sağda isə sanitar qovşağıdır. Bura belə deyək də 3-ün 2-yədir, 6 kvadrat metrdir. Yəni genişdir. Genişdir, otaqları da genişdir, hörmətli izləyicilər. Gəlib baxanda özünüz görəsiniz. İstəsəz buranı 2 mərtəbə də qaldırı bilərsiniz. Ya belə bir şərait də qurulubdur. Uşaq otağı çox böyükdür, 4-ün 7-yədir. Orada belə bir şərait var. Bura qonaq otağıdır. Qonaq otağı da hardasa deyəndə elə dəqiq 4-ün 5-ədir, 20 kvadrat metrdir. Belə bir geniş qonaq otağı var. Pəncərələr də hamısı öz həyətinə baxır, yəni o deməyə ehtiyac yoxdur. Təzə təmir olunubdur, yəni ki, malyarka işləri gedib, görürsünüz, aboyları dəyişilib, yeni parket vurulub, yeni qapılar qoyulubdur. Bura uşaq otağıdır, yəni uşaqların otağıdır. Buranı istəsəz 2 yerə bölmək də olar, 7-nin 4-dədir. Yəni, bölüb bir dənə buradan pəncərə də açmaq hissəsi var, amma biz buranı boş saxlamışıq ki, pilləkən qoyub 2-ci mərtəbəni də qaldırmaq mümkün.